Hörmətli izləyicilər, Arxiv TV olaraq bu dəfə sizə tamamilə bir fərqli bir çəkiliş təqdim edəcəyəm. Elə ki, Qarabağ münaqişəsi başlayandan sonra artıq münaqişə müharibəyə çevrildi. Və müharibəyə çevriləndən sonra bizim əskərlərimiz döyüş yerlərində yaralananlarımız olurdu və onlara tibbi yardım göstərmək lazım olur. Və həmin ərəfədə, bəli, tibbi rota öz fəaliyyətini göstərirdi, ancaq hərbi hospitala daha çox ehtiyac var idi. Bu məqsədlərdə Ağdam rayonunda ilk olaraq dəmir yolu stansiyasında Səhra hərbi hospitalı yaradıldı. Və hərbi hospital yaradılandan sonra düşmən həmin mövqeyi bildiyinə görə oranı tez-tez atəşə tutuldu. Və bununla da bağlı hospital yerini dəyişməyə məcbur oldu. Və həmən zaman hospital Ağdam rayon Mahrız kəndində Zahid Məmmədov adına məktəbdə gəlib yerləşdi. Və bu zaman orada onların fəaliyyətini və onların gördükləri işləri, keçdikləri o döyüş yolu və digər məsələləri biz ətraflı öyrənmək üçün həmin zaman əslən Mahrızı kəndindən olan İntiqam müəllim də o hospitalda yaxından iştirak etmişdir və bu günlərində bizim elə qonağımız İntiqam müəllimdir. Mən istərdim ki, elə söhbətimizi İntiqam müəllimdən davam elətdirək. İntiqam müəllim, xoş gördük. Biz bilirik ki, Azərbaycanın keçdiyi bu tarixi yolda hər bir kəsin, yəni bu Qarabağ münaqişəsində hər bir kəs öz üzərinə düşən işi görməklə Qarabağ münaqişəsində, istərsə də müharibəsində iştirak etmişdir. Siz həmin vaxtı peşəniz müəllim olub, ixtisasınız tarix müəllimidir və həmən kənddə, yəni Ağdam rayonu Mahrızı kəndində yerləşən hospitalda siz də həmən kənddən olduğuna görə siz də bir vətəndaş borcunuzu yerinə yetirmək üçün könüllü olaraq hospitalda gəldiniz və orada fəaliyyətinizi davam elətdirdiniz. Fikirləşdiniz ki, mən burada daha bəlkə çox lazımam. O məqsədlə orada iştirak edədiniz. Bu bir həqiqətdir ki, hər bir kəs öz üzərinə düşən işi yerinə yetirməklə elə bu da vətənə xidmət eləməkdir. Yəni, hamı əlinə silah alıb döyüşməli deyil. O döyüşçünü təmin eləmək üçün ona əkinçi də lazımdır, onun qidasını təmin eləmək üçün digər insanlar da öz işlərini görürlər. Və siz yəni, hospitala gəldiniz və istərdim ki, hospitalın o yaranmasından, sizin gözünüzün qabağında olub və o hospitalda olan o prosesləri bir tarixi faktları və canlı günlərin şahidi olduğunuz o məsələlər haqqında bir söhbət edək. Buyurun. Deməli, biz əgər Ağdamın xəritəsinə nəzər salsaq, Ağdamın xəritəsi indiki Qarabağ İqtisadi rayonunun və yaxud keçmiş Dağlıq Qarabağın düz ağırlıq mərkəzində yerləşir. O xəritənin konfigurasiyasına biz əgər baxsaq, görək ki, Dağlıq Qarabağa daxil olan rayonlar hoppanan bir vəhşi heyvana xatırladır və onun düz qarnının altından qabaq qılçalarına və arxa qılçalarına qədər yerləşən ağırlıq mərkəzində Ağdam yerləşir. Və təbii ki, bütün bu proseslərin mərkəzində Ağdam dayanırdı. Ağırlıq mərkəzi Ağdamda yerləşmişdir. Hələ hamımızın yaxşı xatırımızdadır ki, 88-ci ildən Ermənistan ərazisindən keçən məcburi köçkünlərin, yəni qaçqınların böyük bir dəstəsi Seyri Ağdama gəlmişdi. Əzizbəyov rayonu o vaxtı birbaşa elə Ağdamda yerləşdirilmişdi, Ağdam ərazisində və onun kəndlərində. Bizim kənddə də gəlib yerləşənlər vardı və bizim məktəbdə də gəlib oxuyan 5 ailənin uşağı da gəlib bizim məktəbdə yerləşmişdi və bizim məktəbdə bunlar oxuyurdular. Və 90-cı ildən, mən deyərdim ki, 89-cu ildən etibarən artıq baş verən münaqişə artıq silahlı müdaxilə xarakterini aldı. 91-ci ildən postlar qurulmuşdu,
artıq silahlar işə düşmüşdü. 92-ci ildə iri miqyaslı hərbi əməliyyatlar başladı. Təbii ki, bayaq qeyd edildiyimiz kimi, müharibədə də təbii ki, hər kəsin öz vəzifəsi var. Burada elə hamı, bayaq qeyd edildiyimiz kimi, silahı götürsün, cumsun irəli, bəs geri kim təmin edəcək, yaralıları kim çıxardacaq, yaralılara tibbi yardımı kim göstərəcək, bunların hamısı müharibədə hesablanır. İndi müharibə işindən, hərb işindən bələdçiliyi olanlar bunları bilir. Bilməyənlər isə təbii ki, bilə bilməz. Ona görə də təbii ki, döyüş əgər başlanırsa, burada mütləq yaralılar olmalıdır. Yaralılara xidmət göstərən xüsusi hospital mütləq olmalıdır. Bu tarix boyu bütün döyüşlərdə belə olur. Hətta mən dərdim ki, yaramızdan əvvəl başlayan döyüşlərdə belə yaralılara xidmət göstərən xüsusi bacılar olur. Və bizim də qatar dəmir yol stansiyasında vurulandan sonra da orada qalmaq mümkün olmadı. Sanitar qatardan birbaşa əraziyə müraciət elədi və həmin dövr üçün yaradılan ilk birinci hərbi səhra cərrahiyyə hospitalı bizim hospital oldu ki, 223 nömrəli hərbi hissə adını aldı. Və bir şeydə diqqətimi çatdırım ki, 1941-ci ildə də Azərbaycanda yaranan milli diviziyalardan bircə dənəsi 223 nömrəli idi. Yəni bizim, məsələn, mən tarix müəllimi olduğum üçün bunu bilirəm, fəxr edirəm ki, elə bizim hərbi diviziya, bizim hərbi hissə elə Böyük Vətən Sovet-Alman müharibəsi zamanı Azərbaycan milli diviziyalarının birinin adını daşıdı, nömrəsini daşıdı. Və bizim də Qospitala gəldi, yerləşdi Mahrızlı məktəbində. Bizim xəstəxanamız oldu, yaralıların müalicə yeri, ilk tibbi yardım yeri, əsas personalın yatacaq yeri, yəni bir kazarması isə oldu bizim məktəb. Və mən də təbii ki, o vaxt Ağdam Döyüş Şirkəti Muzeyinin direktoruydum. Yanaşıydıq, bir yerdəydik. Bütün baş verən proseslər mənim gözümün qabağında baş verirdi. Həm tarix müəllimi idim. Şahid Məmmədov adına. Bəli. Həm tarix müəllimi idim. Sonra silahlardan, uşaqlıqdan mən gözəl istifadə eləməyə, sağ-sola bacarmışam. Ondan sonra idmançı idim, əlbəxə döyüş ustası idim. Yəni mən gördüm ki, lazımam. Müraciət elədim, qabaqca müraciət elədim. Milli qəhrəman Şirin Mirzəyevin polkunda orada bir hərbi kəşfiyyat demək olar ki, bir qrupbası vardı, ora müraciət elədim. Nəysə, el oldu ki, orayla əmələ gəlmədi, mən evliyəm, 2 uşağım vardı, ondan sonra qoca valideynlərim vardı, ona görə dedilər ki, belə tez-tez gedəsən bizə sərf eləməyəcək. Ona görə mən qayıtdım geri, daha bizim hərbi qospital gələndən sonra oranın ilk təşkilatçısı olan Qurban Camalov isə, polkovnik Qurban Camalov isə mən müraciət elədim ki, ali təhsillə belə məziyyətlərimi dəyəndən sonra Amma dedi ki, gəl səni bura götürüm, məxfi şöbə rəisi. Dedim ki, komandir, mən çalışıqla işləməyə gəlməmişəm. Mən uşaqlıqdan döyüşən adam olmuşam. Yəni, mən yox. Mən elə bir, burada elə bir sahiyyə təyin elə ki, mənim döyüşlə bağlılığım olsun. O yaxşı insandır. Güldü dedi ki, sana bizə təmin olunan hərbi hissənin müdafiə və mühafizə bölməsinin rəisini, uşaqları verirəm, təzə gələn uşaqlar. Azərbaycanın ilk çağırışçıları bizim yanımızda, bizə göndərildi onları öyrətmək üçün, hərbi işi öyrətmək üçün, döyüş taktikasını öyrətmək üçün. Dedi, səni verəcəm o uşaqlarla, o uşaqları verəcəm sənə, sən onlarla işləyinə, onları öyrətdinə, hissə-hissə həm sənin xidmətin olsun, həm də döyüş meydanına sən təlim görmüş uşaqlar verəsən. Bir halda ki, deyirsən, belədir vəziyyət. Bundan da sonra dedi, bizim... Həmən vaxtı mən üzr istəyirəm. O iş çağırışçıların deməli, təlim keçən vaxtı Mustafa müəllim olmuşdu. Onların Buzanlıda təlim batalyonu vardı. Ancaq bizə göndərilən uşaqlar 1992-ci il ilk çağırılan Duvan uşaqlarıydı. Şəkillər də burada məndə var. Birinci dəfə onların hərbi hissədə hərbi andını biz qəbul eləmişik. O şəkillər indi mən sizə göstərəcəm və orada da məsələ burasındadır ki, o bir qədər sonra oldu, bir saat sərərdən bir qədər elə ki, yenə qayıdarıq. Həmin vaxtı artıq Qurban Camalov isə dəyişilmişdi, ondan sonra Cümşid müəllim vardı, mayor Cümşid müəllim, o da dəyişilmişdi və Qospitala bizim hərbi hissəyə təyin olunmuşdu rəis Ali Qurbanlı. Və Ali Qurban, o elə bir ilk hərbi andıda Ali Qurbanlının vaxtında, o vaxt Nadir İsmailovun Ağdam rayon, o vaxt raykom deyirlər, başçısı oydu, onun da iştirakı ilə, yəni Ağdam rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə, həm də personalın iştirakı ilə ilk hərbi andı biz qəbul elədik. Məsələ burasındadır ki, hərbi andı da elə özümüz təyin eləmişdik.
Mənim orada sonuncu cümlə çox yaxşı yadımdadır, çünki onu birinci mən əzbərləmişdim, ondan sonra əsgərləri əzbərləmişdim. Onun sonuncu cümləsi deyildi ki, əgər andıma xilaf çıxaramsa, bizdə var da hər bir andda sonuncu cümlə. Deyir, əgər andıma xilaf çıxaramsa, qoy məni yoldaşlarımın gözü qarşısında məhv eləsinlər və gələcək şərəfsiz həyatdan azad eləsinlər. Təsəvvür edin ki, bu andı həm əsgərlər and içdi, həm bütün bizim personel. Bizdə o arxiv çəkilişlər var. Hamısı var, bəli. Elə onların əksəriyyətini demək olar ki, sizin zəhmətiniz nəticəsində tarixa qovuşubdur. Yəni, o tarixdə öz yerini tapıbdır. Deməli, orada qoca qadın var, 70-80 yaşında bizdə power, aşpaz qadınlar vardı. Onlar da o anda qəbul edildilər. Sonra bizim hərbi hissə vuruldu, kristal raketin vuruldu. İndi hərbi hissə də vurulur və burada qaçaqaç çıxır. O qaçaqaç zamanı poligon kuxundan, səhra kuxusundan. Qadınların biri düşüb qaçan zaman o bir qadın ona demişdi ki, asara qaçırsan, bəs axı biz onu dişmişik. Təsəvvür edin, qoca 70 yaşında qadın o mətbəx stolunun arxasından o tərpənmədi, qaçmadı ki, hara gedirsən, biz and dişmişik. Yəni, o cür bir şəraitdə, məsələn, mənim hərbi fəaliyyətim başlandı. Mən indi də bu saatda fəxr edirəm ki, o cür Azərbaycanın ən güclü vətənpərvər insanları ilə, təmənnasız insanları ilə, ölümü gözü ilə görüb seçən insanlarla vətən qarşısında heç bir təmənna olmayan, təsəvvür edin, Leninqraddan Cərrahiyyə şöbəsinin, Leninqrad şəhər Cərrahiyyə şöbəsinin müdiri vardı, Ümidvar həkim. Ümidvar həkim bütün o həmişə də deyildi ki, mən Lulu çayının stolunun üstündə qoyub gəlmişəm bura. Heç nəsiz, təmənnasız olaraq gəlib. Bakıdan məsələn yoldaşlar vardı, bərbər kimi gəlmişdi, yoldaşını da götürüb gəlmişdi. Yoldaşı medsestre idi, özü də deyir ki, mən bərbərəm və mənim yoldaşım yaralılara xidmət edəcək, mən bekar qalmamaq üçün buradan bana bir yer verin, mən yaralıların üzün gözünü təraş edim. Təsəvvür edin, birdən və tualeti o düzəltmişdi, məktəbin o tualet hissəsində dəniz ləğv eləmişdi. Orada özü üçün bərbər bir otaq düzəltmişdi, orada yaralıların üzün gözünü təraş edirdi. Kim nə bacarırsa, mən 92-ci ilin vətənpərvərliyim, 93-cü ilin vətənpərvərliyin demək olar ki, onun bir anını, çözərtisini, parıltısını, o şimşək kimi, çaxmanı gördüm 2020-ci ildə. Ki, insanlar bir də həmin vətənpərvərlik eşqi ilə parladı və düşməni ərazidən oldu. İntiqam müəllim, sizin sözünüzün qüvvəti, siz o münaqişə devrindən də danışdınız və sairədə məsələləri danışdınız. Bəli, 88-ci ilin fevralında bu münaqişə başlayan vaxtı biz ilk şəhidlərimizi verdik, Ağdamdan. Bəli. Yəni, siz vurğuladınız o məsələləri ki, bu bütün məsələlərin demək olar ki, Qarabağ müharibəsi və münaqişəsi ilə Ağdamdan başladı. Bəli, bəli. Və həmən zaman biz Əli və Bəxtiyarı şəhid verdik. Bəli. 88-ci ilin fevralında. Ondan sonra biz gəldi 20 yanvar qırğını törədik. Bəli. Orada da neçə biz şəhidlər verdik. Bəli. Yəni Azərbaycanın heç də bugünkü günü belə sadə yolla başa gəlmir. Bəli. Yəni onun müstəqilliyi uğrunda da canlarını fəda etmiş şəhidlərimiz biz unutmuruq. Onun ərazi bütövlüyü uğrunda da canlarını fəda etmişləri biz unutmuruq. Onun suverenliyi uğrunda da canlarını fəda etmiş şəhidlərimizi, biz qazilərimizi, döyüşçülərimizi heç zaman unutmuruq. Siz bayaqların bir məsələyə toxundunuz. Siz peşəcən, yəni peşəniz müəllimlikdir. Mən o illəri xatırlayıram ki, və mən bu arada da deyim ki, mən Elman müəllim var, bizim döyüşçü yoldaşımız, onun özü müəllimdir. Onun apardığı bir tədqiqata görə 50-yə yaxın Ağdamlı müəllim şəhid olur. Yəni 90-cı illərdə olan müharibədə 50-yə yaxın müəllim şəhid olur. Və siz o devirki birləşimi, o devirdə olan o birliyi 20-ci illə bir müqayisə elədiniz. Mən müəllimlərimizi də bir müqayisə eləmək istəyərəm. Belə ki, 2020-ci ildə o gözlədiyimiz əmr komandası Ali Baş Komandan tərəfindən veriləndə 800-ə yaxın təhsil işçisi bu müharibədə 2020-ci ilin o 44 günlük müharibəsində iştirak edib. Ondan 21 nəfər müəllimimiz bizim şəhid oldu. Hətta onların içərisində məktəb direktoru olan var, Akstafa rayonundandır. Və bu 21 nəfərin içərisində onun 2 nəfəri Ağdamlı müəllimdir. Mədət müəllim, Vüqar müəllim. Yəni mən bunu deməklə
Ağdamın başqa bir məsələ üçün demirəm bunu. Yəni bütün bölgələrimizdə müharibə gedibdir, döyüşüblər. Hətta Qarabağda tək Qarabağlılar yox, Ağdamda tək Ağdamlılar yox, bütün bölgələrdən gəliblər, döyüşüblər, əzalarını itiriblər, şəhid olublar. Yəni bu torpaq uğrunda və bu birlik uğrunda. Yəni Ağdamın mən deyərəm ki, əziyyəti çox olubdur. Çünki Xocalı kimi bir faciəsi olan vaxtı, ondan qabaq Malbəyli Quşçular cəmaatının ilk Ağdama gələn o məcburən yerlərini tərk etmiş məcburi köçkünlər gəldilər Ağdama fevral ayında, yəni o Xocalı faciəsindən öncə. Xocalı faciəsində olan o dəhşətləri Ağdam qarşıladı və hamımızın bildiyimiz Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırov bilirik ki, o 1003 nəfər Xocalı orada olan sakini, girov olan sakini öz şəxsi nüfuzu hesabına yəni xilas elədi. Siz yəni bu hospitalın yaranması bir müəllim olaraq da və gəlib orada iştirak eləməyiniz və ön xəttə getməyinizdən danışdınız. Mən istərdim ki, elə bu arada bizim əlimizdə faktlar var. Yəni hospitalda olan həkimlər, orada olan o personal, yəni hospitaldan əlavə ön xəttdə də fəaliyyət göstərir birbaşa. İstərdim bu məsələyə də toxunaq. Yəni o hospitalda olan həkimlər və onlardan olan o şəhidlər ki, bu məsələyə də toxunsaq yaxşı olar. Deməli, 92-ci ildə elə bir vəziyyət yaranmışdı ki, mən bəhq qeyd elədim, insanların hərbi vətənpərvərliyi görünməmiş bir səviyyə çatmışdı. Məsələn, bizi sanitarın oazına döyüş meydanına getməyə ləhqovu maşınlar, minik maşınları, jigullər imkan verilmirdi. Bizdən qabaq gedirlər. Məsələn, gözümüzün qabağında düşürdü, meniyə güya uçurdu, amma arxadakı bir də gedirdi. O nöqteyi nəzərdən insanların elə ki, bütün tarix boyu yığılan nifrəti, bütün əzab, əziyyət, o yığılan bütün o zülm ki var, insanlara verilən zülm ermənilər tərəfindən törədilən o vəhşilər ki var, insanların qəlbində bir partlayışa çevrilib, o artıq algılanmışdı. Məsələn, bizim hərbi hissə əslində instruksiyaya, təlimata əsasən döyüş meydanından 45-60 km kənarda olmalı və personalın heç birinə icazə verilmir ki, rəsmi şəkildə döyüş meydanına ayaq bassınlar. Yəni, onların öz işi var, bəhq qeyd edilmiş. Amma məsələ burasındadır ki, müharibədə elə şey var ki, bəzən ona tabi olmaq lazım deyil. Bəzən də tabi olunmur. Şəraitə görə hərəkət edirsən. Bizim hərbi hissədə təsəvvür edirəm, qadınlar, məsələn, incik düşürdülər ki, biz getməliyik. Məsələn, rəhmətli Məlikə Əhmədov idi, ondan sonra başqa qadınlardır. Bunlar, yəni, Gültəkin Əsgərovanın elə özü. Məsələn, Gültəkin Əsgərova, Azərbaycan milli qəhrəmanı Gültəkin Əsgərova bizim hərbi hissənin tibb bacısı idi. O, Naxçıvan qurumunda gedən döyüşlərdə əsgərlərlə birlikdə ağ xalatından dağa dırmaşırdı və o şəraitdə də şəhid oldu. Ondan sonra bizim yenə də başqa bir həkimimiz Muxtar Qasımov, Azərbaycan milli qəhrəmanı Muxtar Qasımov və həm də haşiyə olaraq onu düzdüm ki, Muxtar Qasımovun şəhadətindən sonra onun həyat yoldaşı onun demək olar ki, postunu tutdu, onun yerini tutdu və Azərbaycanın ilk hərbi cərrah qadını kimi demək olar ki, axıra qədər, müharibənin sonuna qədər o iştirak elədi. Hərbi cərrah qadını. Azərbaycanın ilk hərbi cərrah qadını idi. Mətanət Abbasova. Muxtar həkimin həyat yoldaşı. İntiqam müəllim, burada siz dediniz, mən bu məsələyə toxunmağım yerinə düşər ki, sizin bu hərbi hospitalda mən bildiyimi, deməli, 4 nəfər cənazəsi həmən hospitaldan yola salınır. İkisinin adını çəkdiniz, Gültəkin və Muxtar Həkim və bizim reportyorumuz Çingiz Mustafayev və Şirin Mirzəyev həmən bu hospitaldan onların cənazəsi yola salınmışdır. Və bunun özü də göstərir ki, mən bir məsələni deyim ki, bax, Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik leytenant Şirin Mirzəyev bir komandir kimi ön cəbhədə şəhid oldu. Ondan əlavə Allahverdi Bağırov
və 836 nömrəli hərbi hissə, yəni Şirin Mirzəyevin yaratdığı hərbi hissədə 4 batalyon komandiri, neçələrlə də komandir rota şəhid olub. Bu onu göstərir ki, bu insanlar belə deyək də kabinet komandirləri olmuyublar, ön xəttdə olublar. İndi ona görə də elə siz söhbətinizi davam edəsiniz ki, bax, həmən bu həkimlərin işi hospitalda olmalı halda, amma buna baxmayaraq onlar ön xəttə gediblər. Hətta göstərdiniz ki, onlardan 2 nəfər də şəhid. Bəli, onlardan 2 nəfəri, onlar 2 nəfəri milli qəhrəmanıdır. Muxtar həkim Muxtar Qasımov birbaşa döyüş meydanında sistem, yaralıya sistem qoşduğu yerdə, bilirsinizmi? O hadisələri hissiyatsız, hissiyata hissə qatılmadan danışmaq mümkün olmur. Və ola bilsin ki, mənim danışımda hər hansı bir əsəbilik hissi olunar, amma təsəvvür edin, mən onların içindən çıxmışam da. İndi mən onların necə sadə qəlbinin oturub nağıl kimi danışa bilərəm. Mən axı danışdıqsam onu xatırlayıram da onlara. Şirin Mirzəyevin, məsələn, meydanı xatırlayıram, gətirilənlər işini xatırlayıram. Gültəkin Əsgərovanın demək olar ki, Polatqanın arasında bu Çingiz Mustafayev, bunları hamısını xatırlayıram da. Mən onları sadəcə danışıq xatirinə, danışaq bilmərəm. Ona görə də bərbaşdan elə hamı üçün üzrxahlığımı eləyirəm ki, ola bilsin ki, mənim danışımda nəsə əsəbilik, nəsə biraz həssaslıq olar. Yəni, onu mənim ayağıma günah kimi yazılmasın da. Mən onları hamısını yaşamışam. Çox sağ olun, çox gözəl bir məsələyə toxundunuz. Bax, biz Arxiv TV olaraq, şəxsən mənim də fikrim budur ki, o devirdə olmuş insanların, o həyatı yaşamış insanların bir günlərin həyatda siz varsınız, sizin dilinizdən eşidib, arxivləşdirək, bu da bir həqiqi mənada bir tarixdir. Çünki siz o həyatı yaşamışsınız, mən sizə baxıram, o gözlərinizin dolması, sifətinizin dəyişməsi bilavəslə o hadisələrdə iştirak eləməyinizi və o hadisələrin nə qədər real olduğunu sübut edir. Bax, biz də bu məqsədlə istəyirik ki, o nə qədər ki, çünki o insanlar artıq biz yaşlaşırıq da, biz o gördüyümüz, həmin o dövrü görən adamlar biz bu dünyada əbədi qalası deyil. Amma elə yaxşı olar ki, o devirdə bu hadisələri görən adamların dilindən eşidir, tarix yazmamız daha gözəl, mükəmməl bir tarixdir. Buyurun. Muxtar Həkimov döyüş meydanında sistem qoşduğu yerdə vuruldu. Çünki yaralının taleyini an həll edir. Yəni, o sistem ora əgər qoşulmasaydı, sistem qoşulmasaydı və Muxtar Həkim əgər onu çıxartmağa cəhd eləsəydi, ola bilsin ki, Muxtar Həkimə güllə dəyməzdi, yəni vurmazdılar. Amma Muxtar Həkim özü həkimidir, anesteziyologdur. O gördü ki, burada sistem qoşulmasa bu, yəni dünyasını dəyişəcəkdir, şəhid olacaqdır. Onun qolundan güllə dəymişdi, 5.45 dəymişdi. İndi təsəvvürə baxın, qismətə baxın, 5.45 birisində çovuyur, yəni o dönür, onun ağırlıq məşəqəti dəyişir. Amma onun qolundan dəyən güllə o dönməmişdi. Onun girmişdi içərisindən, içəri tərəfdən bütün o daxil orqanların dolu bir-birinə çıxartmışdı, döyüş meydanında ölmüşdü, dünyasını dəyişmişdi. Və o cümlədən şəhid olmuşdu. O cümlədən bizim, məsələn, Ağdam xəstəxanasının bir həkimi də mülki formada yenə də döyüş meydanına getmişdi və orada da Nizami həkim, orada da şəhadətə yetişmişdi. Ondan sonra bizim hərbi hissənin digər bir işçisi Mustafa Emirov, o da bizim Qurban Camaloviç Ağdərədə bizim hospitalın filialını yaratdı. Özü ilə belgəsini götürdü, apardı ora və oradan da yenə atekdən yaralı çıxardarkən Mustafa Emirov şəhadətə yetişdi. Hərbi sanitar sürücümüz Azərbaycan bayrağı ordenli Elmdar Vəliyev, o da Naxçıvan uğrunda gedən döyüşlərdə ermənilər minamyot ateşinə tutmuşlar maşını, tanka atmışlar, minamyotu tanka buraxmışlar. Ancaq sanitarın o ağzından tankın arasında minamyot partlamışdı və ona dəyən qəlpəni də mən yuvacaqda götürmüşəm, qəlpəni də saxlayıram. Mən saxlayırdım, mən bayaq qeyd elədim ki, həmin vaxtı mən Döyüş Sənəti Muzeyinin direktoruydum və mən tarix müəllimiydim. Mən bilirdim ki, bu hadisələrin hamısı tarixdə bütün müharibələrdə olduğu kimi tarixdə oluşacaq. Amma o reallığını qoruyub saxlamaq lazımdır. Bunları gələcək nəslə çatdırmaq üçün o görüntülü nümunələrdən istifadə etmək lazımdır. Ona görə də birbaşa elə proseslərin içində iştirak edilən eksponatları toplamışam. Eksponatları topladım. 1998-ci ildə muzeyin nəzdində Vətən Fədailəri Güşəsini yaratdım. Vətən
fədailəri güşəsinin, Mədəniyyət Nazirliyinin xüsusi göstərişi ilə və ora unikal eksponatları mən topladım. Orada elə unikal eksponatlar var ki, təsəvvür edin. 2013-cü ildə Amerikadan New York şəhərindən gəldilər, New York Times qəzetinin redaktoru David Heisenhoff tərcüməsi ilə gəldilər. Axşam geri saat 19-dur, mən muzeyə açanda və onlar çəkiliş apardılar. Onlar Mustafa Miro'nun yaralı gətirdiyi maşın puskuya düşmüşdü. Onları ateşə tutmuşdular. Deməli, o pusku qrupunun atdığı pulemyot güllələrindən biri Mustafa Miro'nun avtomatının mağazininə dəymişdi və mağazinin purjunu gülləni içəri keçməyə qoymamışdı. Mən onu götürüb saxlayırdım, onu biz gətirdik. Yəni, bütün əşyaların hamısını götürdüm, saxladım. O baxdı, həmin o Amerikalı jurnalist David Heisenhoff. İngilis dilində dedi, tərcüməsi qız Rusudur. Bakıdan da gəlmişlər, Moskvadan da gəlmişlər. Dedi ki, bu cür eksponatı heç cür poddelka eləmək mümkün deyil. Unikal bir eksponatdır ki, güllər girifdir mağazinin içində, purjun onu tutub saxlayır. Yəni, bizim həkimlər həmin şəraitdə işləyirlər. Bizim həkimlər oturub təkcə əməliyyat stolunun arxasında işləmirdilər. Bizim həkimlərin bir qrupu, təsəvvür edin, bir dəstəsi hansı ki, sonralardan bizə gəldi, Şuşada işləyən həkimlərimizin bir qrupu. Təsəvvür edin, biz Şuşa əməliyyat stoluna erməni kəllər gedənə qədər onlar əməliyyat stolunda yaralını əməliyyat edirlər ki, ölməsin. Və bizim yoldaşlardan ilə müsaadında oğlandı Mingəsevirdəndir. Elə o da bəlkə də sağdır, bəlkə də bu səsi eşidəcək, eşitməyəcək. Həmin yerdə olmuşdur, o Şuşa hospitalından onlar salamat çıxıb, bir dəstə ilə bir tərəf çıxıb gəlmişlər. Onun da belinə tankın vurduğu kubu çıxmışdı və s. və ilə. Yəni bizim o hərbi hissənin o əməkdaşları belə də, personalı belə də, vətənpərvərliyi belə də, 5 nəfərinin elə biz bir hərbi hissədən, məsələn, hərbi hospitaldan biz şəhid verdik. Düzdür, insan gərək çox ölümünə sevinməyə, yəni bir şey də var da, biz çox ölmüşük, bu sevindirici hal deyil. Sevindirici hal odur ki, biz az itki verək, az ölək və qələbə çalaq. Amma bunun başqa bir tərəfi də var da, əgər başqa bir, məsələn, nətər deyim, bumerangın başqa bir istiqamətdə var ki, əgər burada döyüş getməyibsə, burada insan şəhadətə yetişməyibsə, yaralanmıyorsa, ölməyibsə, deməli, burada döyüş getməyib. Yəni, bunu belə də qiymətləndirirlər, bəziləri hazırki dövrdə də yaşayırlar, amma elə deyil. Məsələn, Ağdam ərazisində biz topuğa qədər qanun içində olmuşuq. Sizi inandırıram ki, topuğa qədər qanun içində işləmişik. O, hərbi hospitalın 1992-ci ildə, fevral ayının indi gələcək il dönümü gəlir, 17-sində yaranan hərbi hospitalın, mən deyirəm ki, personalın 125 nəfərin sözün əsl mənasında heç bir adsız olurlar milli qəhrəmanında, heç bir adsız verilmədən, heç bir ordensiz olurlar. Çünki biz heç bir təmənna görməmişik, bizim bir dənə amalımız olub, qalib gəlir. Bəzən deyirlər ki, məsələn, biz 92-ci, 92-95-ci illərdə biz müharibəni uduzmuşuq. Biz müharibəni uduzmamışıq, ay qardaş, ay canlar. Biz müharibəni uduzmamışıq. Biz ermənilərin qabağını saxlamışıq. Gücümüz çatdığı qədər çəkilə saxlamışıq. Əgər biz olmasaydıq, biz döyüşməsəydik, bizim uşaqlar, yoldaşlar döyüşməsəydik, biz fəaliyyət göstərməsəydik, ermənilər kürü keçib getməyəcəkdilər, təbii ki, gedəcəkdilər. Burada sizin sözünüzü daha da qüvvətləndirmək üçün mən bir məsələyə toxunum. Hərbi hospitalda, yəni sizin Ağdamda bu Mahrızıda yerləşən hərbi hospitalda biz danışdıqlarımızı o faktlara söykənib danışırıq. Yəni əlimizdə olan video materiallara söykənib danışırıq. Yəni bunlar bir həqiqət. Həmin hospitalda mən bilirəm ki, mülki şəxslər, yaralı şəxslər də orada gəlinib həmən hərbi hospitalda. Bu yaralı şəxslərin, mülki şəxslərin, hərbiçilərdən başqa ora gəlməsi, sizin sözünüzün qüvvəti, bu o deməkdir ki, insanlar yaşayıblar orada, döyüşüblər, əhali yerində olur. Və bizim hər bir kəndimizdə və işğal ərazisində olan bütün o rayonlarımızda, Ağdamdan başqa da digər rayonlarımızda, baxırsan ki, hər bir kənddə mülki şəhid var. Mülki şəhidin olması, mülki insanların yaralı olması, bu onu sübut edir ki, bu insanlar son ana qədər döyüşüblər, öz ev eşiklərini tərk eləmək istəməyiblər. Yəni sizin o sözünüzün qüvvəti
geri çəkilmə məcburiyyət qarşısından oldu. Və bütün bizim o işğal olunmuş ərazilərimizin hamısına şamil eləmək olar bunu ki, yəni bax bu proses gedir. Yəni bununla da biz demək istəyirik və bəzən o insanları qınayırlar ki, döyüşməyiblər, nə bilim, torpaqların qorumayıblar. Mənim yadımdadır, Ali həkim, hospitalın baş həkimi Ali Qurbanov, bir dəfə o bir maraqlı bir fikir söylədi. Dedi ki, mən hər bir kəsə sübut edirəm ki, Ağdam necə döyüşür. Yəni biz Ağdamla danışdığımız üçün mən bunu deyirəm. Dedi, hər bir atılan, düşmən tərəfindən atılan mərmi kimisə yaradır. O da sübutu nədir? Hospitala gəlir. Deməli, bununla da sübut olunur ki, insanlar son ana qədər dözdülər, qaldılar. Özü o devirdə silah yox, sursat yox, vahid komandanlıq yox. Yəni o sözünüzün qüvvəti və bunun təsdiqi elə, bax, o Ali həkim demişkən, hospitala gəlirdi. Hərbi bizim yaralılardan başqa mülki yaralılarımız da gəlirdi və hərbi sizin hospital, mən bilirəm, bizdə kadrlarda var ki, o mülki şəxslərə də təmənnasız xidmət edirdilər. Mən nəyə görə belə geniş diapazonda danışıram? Çünki bayaq qeyd elədim, yəni bu hərbi işlə mənim uşaqlıqdan başım çıxıb, marağım olubdur, silahları sevmişəm. İkinci bir tərəfdən, Ruslan nəzdində yaraları döyüş meydanından çıxaran qrup vardı. İki qrupluğun birinin rəhbəri məndim. Biri də bizim, eləcənə bizim yoldaşıdır, Qoçal oğlandı, Vəliş adında Əlbayram, Şirvan rayonundandır, indi daha əlaqəm yoxdur, bilmirəm. Birdən elə olurdu ki, maşınlarla, 7-8 maşınla biz çıxırdıq. Nə üçün mən geniş diapazonda danışıram, onu deyirəm. Təsəvvür edin, bir batalyon bir mövqeydə durur, döyüşür. Məsələn, Papravənddə bir batalyon döyüşür, tutalım ki, Şelidə bir batalyon döyüşür. Bunlar öz batalyonların döyüşdüyü o istiqamətdə, ərazidə baş verən proseslərin şahidi olurlar da, düzdürmü? Amma biz çıxanda 168 kvadrat, 168 kilometr perimetrə çıxırdıq. Bir ucu Papravənd, bir ucu Ergi. Təsəvvür edin. Hətta əmrallar Qoğanlı istiqamət, Xocavənd rayonu yazı vermişlər, deməli, Nərgiztəpə əməliyyatının iflasa uğraması. Nərgiztəpə əməliyyatında 1993-cü ilin, səhv eləmirəmsə, fevral ayı idi. 93-cü ilin fevral ayı. Nərgiztəpə əməliyyatında ermənilərin arxa tərəfdən hərlənib, Nərgiztəpədə, Ergidə bizim o Xaçın Dərbəti deyil, İbrahimin batalyonu idi. Batalyonu bütün qırdılar onlar, 23 nəfəri qırdılar. Onların təpənin başında 5 nəfəri qalmışdı. 5 nəfər, onların meyitlərini düşürə bilmirdilər. Həm də qorxurdu ki, minalanmış sahə filan olar. Biz qalxdıq, yəni bizim maşın qalxmadı, heç avtomata da silahı da mən götürmədim, çünki orada silahlı hərəkət eləməyin lüzumu yoxdur, təpənin başında idi, mane olurdu. Mən onları çıxdım, orada gördüklərimi, nətər deyim, orada o məşəqqəti ki, mən bu söhbəti bir dəfə elədim, bir şəxsin yanında, bir yoldaşın yanında, Sarcalda bir yoldaşın yanında və söhbət eləyəndə sonuncu o 5 nəfərin hamısının başında deməli BMP-ni hərləmişdilər. Başları demək olar ki, yoxdur, BMP-ni sətinə salmışlar. Bir nəfəri döymüşlər bizim əsgərlərdən, təmiz döyüb incidəndən sonra onun alnına vupor diriyib, elə ki, avtomatın ürəsini diriyib, bir dənə güllə buraxmışlar, alnı qara tüstüydü. Mən bu söhbət eləyəndə həm söhbətim Sarcaldan bir yaşlı kişiydi, Hüseyin adında, qəfildən açdı kişi özündən deyil. Nəysə, bunu özündə gətir, yaşın olursa, toxtayandan sonra dedi ki, sonuncu dediyin mənim qardaşımdır, vurduqları. Yəni, o nəyə görə mən deyirəm, o geniş diapazonda biz çıxmışıq. Birbaşa gedib döyüşə girmişik, iki kolonun arasına girmişik. Təsəvvür edin, bizim yaralı əsirlərin birdən olurdu, qılçasının birindən biz yapışırdıq, məcazi mənada deyirəm, müqayisə ilə, mübalığı ilə deyirəm. Elə olurdu ki, birdən, məsələn, bir qılçasından biz yapışırdıq, bir qılçasından yerməni. Yəni, o dərəcədə, yaxınlığa qədər biz döyüşürdük və çıxardırdıq. Çox adam deyə bilər ki, hospital işçisi hara, döyüş hara. Amma elə deyildi mən, bayaq dedim, o vaxt elə deyildi. O vaxt yerli qəzetlərdə var hamısı, hospital işçiləri döyüşlər, mənzili döyüşü, 1992-ci il dekabr ayının 7-si. Hansı 4 nəfər, məsələn, olmuşuq 4 nəfər, 2 dənə sanitarın aldı. Ermənilər 2 dənə maşını almışıq. Bir zil, Bartavoy zili, özlərində vurub kətdən çıxartmışıq. 8 dənə də yaralımızı çıxartmışıq, oradan ölməyə qoymamışıq.
Bir dənə də 4 qapılı o ağzını. Bilirsiniz İntiqam müəllim, siz deyirsiniz, bunun subutu, faktı o həkimlərin ön xəttdə şəhid olmağı bu sizin dediklərinizi subut eləyir. Bunun nəyəsə başqa bir şeyə ehtiyacı yoxdur ki, yəni bunu biz daha bir başqa formada subut eləməyə çalışaq. Bu həkimlərin, bayaqlarında dedim, yenə deyirəm, həkimlərin ön xəttdə, bilavasitə ön xəttdə olmaları, bu onların ilə şəhid olmağı ilə subut olunur ki, onlar orada ön xəttdə olublar və şəhid olublar. Yəni mən bilirəm, hospitalın keçdiyi yol və hətta mənim yadımdadır, 94-cü ildə hospital Sarıcalıya köçən vaxtı bu acar əməliyyatı var idi. Burada bu kökətmə istiqamətində əməliyyat olundu. Orada çox əvvəlcə uğurlu bir əməliyyatımız olundu. Yəni postal alındı falan. Amma ona baxmayaraq sonradan düşmənin həmləsi ilə və əsasən də minamyotla xeyli bizim yaralılarımız var. Mən gəldim hospitala, orada o xəttə çəkilişdən sonra gəldim hospitala. İki hospitalda çəkilər. O siz bayaqların dediniz ki, o yəni o məsələni danışdınız, o ermənilərin vəhşiliyi. Orada o bizim əskərlər, yəni yaralılarımız çox idi, açığın deyil. Və hətta içəri buraxmaq istəmirdilər məni. Alı həkim məni şəxsən tanıdığına görə sağ olsun, dedi ki, Şakiri qoyun gəlsin içəri. Mən içəri girdim, artıq o yer yox idi. Yerdə, harada gəldi o bizim yaralı əskərlərimiz, yəni orada əməliyyat olunurdu, onlar həyata qaytarılırdı. Yəni bizim o həkimlərimizin sayəsində. Yəni bu epizodlar düzü mənim də gözümün qabağına gedir. Bunları biz görmüşük, bunları yaşamışıq. Və bu günlərində bizim yenə də təkrarən deyirəm, məqsədimiz budur ki, bu gördüklərimizi olduğu kimi şişirtmədən, nə varsa onları biz bugünkü nəslə də, gələcək nəslə də çatdırmaq bizim borcumuzdur. Bizim borcumuzdur ki, biz bunları eləyək. Bununla bərabər, mən bilirəm ki, bu hospitalda keçirilən tədbirlər olur. Çünki həyat davam edir axı. Məsələn, bəzən qınayırlar ki, müharibə devrində toy olmalı. Bəs bu olmalıdır da, toy da olmalıdır, bayram da olmalıdır. İnsanda yaxşı bir əhval-ruhiyyə olmalıdır. Şair gəlib şeir deməklə əskəri ruhlandırır, həkimi ruhlandırır. Artist gəlir orada bir tamaşa göstərməklə hər kəs üzərinə düşən o vəzifəni yerinə yetirir. Və açığı da deyim ki, Ali doktor belə şeylərə çox fikir verəndir. Və sizdə mən bilirəm, şəxsən mənim də iştirak elədiyimlə o hospitalın bir illiyi tədbiri olmuşdu. Ondan sonra Ümumdünya Azərbaycanlıların həmrəylik günü olmuşdu və digər belə tədbirləri mən iştirak eləmədiyimdə olmuşdu. İstərdim ki, bu hospitalın bu biri, yəni sahələrdə gördüyü işlərə də bir toxunasınız. Bilirsiniz, insan həm də mənəvi məxluqdur. İnsanın mənəviyyatı, o mənəviyyata sahibdir. İnsan ömür boyu bütün vaxtı nə ölümlə, itimlə, yəni onun içində çabalayaraq yaşaya bilməz. İnsan istər-istəməz özünü bərpa eləməlidir, mənəviyyatını bərpa eləməlidir. Belə desək, özünü toxtatmalıdır. Ona görə Ali Həkim özü, məsələn, yüksək səviyyəli bir insandır, vətənpərvər bir insandır. Onun həmişə bir şüarı vardı ki, yaralı əskər baladan əzizdir. Onun şüarı oydu, yaralı əskər baladan əzizdir. Bir nəfər o hospitala gələrkən oradan şəfaat atlanmış, ondan sonra yardım göstərilməmiş getmədi. O cümlədən arada bir ki, məsələn, hərbi əməliyyatların sakitləşdiyi vaxtı personalın ümumi əhval-ruhiyyəsini, mənəviyyatını qaldırmaq üçün, gələcək məsələn döyüşlərə, sınaqlara hazırlamaq üçün gərək qüvvə toplayasan, mənəviyyatın, yəni sınmayasan, möhkəm olasan. Bəli, tədbirlər keçirilməlidir. Bəli, psixoloji cəhətdən insanlar gərək personal ona hazırlanaydı. Bizim özümüzün kollektivimiz də vardı, həm tibb qardaşları idi, həm məsələn yaralılara xidmətdə iştirak edirlər, həm də ki boş olanda onlar ansambl idi, şəfa ansamblı.
Hətta sizi inandırıram ki, siz dəfələrlə şahid olmuşsunuz. Batalyonlara onlar sakitçilik vaxtı birbaşa Səngərdə konsertə gediblər. Məsələn, biri ilə bizim ərazidən Mahrızlı kəndindən Mehman Məmməd oldu ki, səsi ilə, bütün kadrlarda o səsi ilə. Zabir Abdullayev. Bəli. Yəni, söhbət ondan gedir ki, mənəviyyat nöqteyi nəzərdən mən bir qədər də geniş başlamaq istəyirəm ki, təkcə öz personalımızla yox, Azərbaycanın, məsələn, vətənpərvər qadınlarından mən çox yaxşı yadımdadır da, indi çox, yəqin ki, əgər sağdırsa, xatırlayarsa, döyüşə dair rəhmət. Tahir Salahovun bacısı Azərbaycan qadınlarının Ziyalı Qadınları Şurası idi, nəsə belə bir qurumun başçısı vardı, Zərifə Salahova. Tahir Salahovun, məşhur rəssam, xalq rəssamı Tahir Salahovun bacısı idi. O, Azərbaycan qadınlarının o toplumu ilə onlar gəlmişlər bizi, məsələn, yorğuma, əsgərləri yorğuma. Birbaşa, məsələn, mənim müşahiyyətimlə mən onları düz ön xəttə qədər aparmışam. Ondan sonra başqa ziyalı qadınlardır, Azərbaycanın müxtəlif yerlərindən gəlirlər. O cümlədən bizim özümüz də həmin o mənəviyyatı qaldırmaq üçün, məsələn, bayaq siz toxundunuz. Bəli, Ali həkim, bizim personal, bizim medsestranın hərbi polisindən bir toyunu təşkil elədik biz orada. Nartavanın toyunu təşkil elədik. Sizi inandırıram ki, 18 metr, heç bəlkə çox adam öz övladına 18 metr uzunluğunda mağar qurmur. Və biz o mağarı qurduq, qəşəng aşırı toyunu, yəni o sakitçilik məqamında uşaqların, yoldaşların, ondan sonra əsgərlərin, batalyonlardan əsgərlər, komandir batalyonları dəvət elədilər, hamısı gəldi, iştirak elədi. Təsəvvür edin, biz onun cehizini də özümüz aldıq, verdik, Nartavanın cehizini də. Yəni, belə tədbirlərimiz olurdu. Azərbaycan hərbi cərrahlarının birinci konfransı bizdə keçirildi, ikinci konfransı yenə də bizdə keçirildi. Ondan sonra təsəvvür edin, ora yığılan personal Azərbaycanın ən elit təbəqəsinin, intellektual, vətənpərvər təbəqəsinin nümunələri idi. Ümidvar həkim idi, Zirəddin həkim idi, rəhmətli Mehman həkim idi. Ondan sonra Azərbaycan hərbi cərrahlarının baş cərrahı vardı, Səxavət Abdullayev, çox dedikən işlər insandır. Təsəvvür edin, Səxavət müəllim, doktor, o Azərbaycan hərbi cərrahı, yəni baş cərrahı. Bizim qoşulara gələn kimi paltarını mundiri soyurdu, xələti girdi operasyonuna. Ondan sonra tibb bacıları var idi, Məlikə xanım. Bəli, Məlikə xanım idi, tibb bacıları idi. Mətanət xanımın özü Abbasova, özü operasyonun həkim idi. İrada xanım. Bəli, İrada xanımıdır. Yəni, ola bilsin ki, hansılarsa adı yadından çıxar. Bu saatda orada işləyən, fəaliyyət göstərən bizim iki nümayəndəmiz oradadır. Birinin adı Tünzalədir, o birisi də Sırxavətdən də ola bilsin ki, adı yadından çıxar. Yəni, üzrlü hesab eləsin. Bəli, üzrlü hesab eləsin, hərdən birdən görüşürük. Yəni, insanlar özlərini tamamilə vətənə həsr eləmişlər. Bizə bir dənə həkim Bakıdan gəlmişdi, o Rusdilli Azərbaycanlardandır. Adını fikirləşsəm yadıma düşər, söhbətin gelişində yadıma düşərsə dəyərim. Deməli, 110 kilodur çəkisi, anestezioloqdur. Təsəvvür edeyim, hadisələrin gedişi bana o qədər təsir elədi ki, daxili kəllə-beyin travması aldı öz-özünə. Və o volt olundu, həkimin volt elədi, artıq, məsələn, gecə gəlirdi ki, müxtəlif hərəkətlər eləyirdi, başı pozuldu da, yəni heç kim elə bilməsin ki, bəli, hərbi hospitaldır, burada sakitçilik idi. Bax, bütün bunların qarşısını almaq, insanları o bir an depresiyadan çıxartmaq üçün, məsələn, Kukla teatrında nümayəndələri gəlirlər, müxtəlif konsert briqadaları gəlirlər, biz də götürdük, batalyonlara gedirdik, Novruz bayramı zamanı, məsələn, ictimaiyyətlə əlaqə saxlanırdı, gəlirlər, məsələn, sizin elə özünüzün çəkilişində var, Tümendən bizim, mənim bir uşaqlıq dostum gəlmişdi, Elxan Kərimov. Yəni, elə düz istərdim bu məsələyə toxunaq ki, yəni, bilirsiniz, İntiqam müəllim, bu əhali də, yəni, həmən o müharibə şəraitində olan əhali öz döyüşçüsünü, həkimini, bu ön xəttə olanları unutmurdular. Elə çox yerinə düşdü, sizin həmkətliniz, yəni Elxan, o vaxtı Tümendən, o ətrafındakı olan insanlarla birgə, yəni pul vəsaiti, bütün yaralarına. Yəni o gəlmişdi və sizin orada olduğunuz hospitaldan başqa mən ondan bir neçə batalyonlarda olduq və orada da özdə açıq səmimi deyim ki, o gətirdiyi yardımı şəxsən hər bir kəsin özünə təqdim edir. Buyurun, elə söhbətiniz edin. Bəli, siz bir məsələ toxundunuz, xalqla ordunun o vaxtki görünməmiş birliyi. O görünməmiş birliyi. Mənim yadıma bir epizod düşdü, onu deməsəm keçinə bilmərəm. Bizim ən çox reyd elədiyimiz və Ağdamın ən çox o
o belə desək də zərbiyə məruz qalan nöqtəsi Şelliyin erci idi, erci tərəfdən. Biz Şelliyə çox gedirdik və mən də həmişə deyirdim ki, bizi ya Şelliyəcək, ya erciyəcək. Deməli, orada mart ayında, 93-cü ilin mart ayında döyüşlər başlayanda, Şelli döyüşləri başlayanda çox yaxşı yadımdadır. Biz dağın başındaydı orada. Bir də gördüm ki, arxadan qadın səsi gəldi. Baxdım ki, cavan hardasa 40-45 yaşında da belə bir qadın xeyr adı pusat, yaylığı da yadındadır, qırmızı yaylığı vardı. Əlsin arasına, parçanın arasına isti çörək təndirdən çıxardır, isti çörək boğulana, iməkli qalxıb o Şelli dağının başına, gördüm deyir ki, başıma dönüm, alayım isti çörəkdir, yeyin ürəyinizdə bir qutu olar, qorxmayın. Sonra deşdim ki, təndirin başında elə ona güllə dəymişdi, gətirdilər bizə, yəni onun həyatını xilas eləmək mümkün olmadı. Bilirsiniz, gördüklərimiz, etdiklərimiz hələ yox. Gördüklərimiz bizə elə böyük tarixdir. İndi bu gördüklərimizi özümüzlə aparaq qəbrə və bundan heç kimin məlumatı olmasın. Heç kimin məlumatı olmasın ki, məsələn, Samir Abdunov hansı şəraitdə həlak olub, şəhid olubdur, hansı ki, Xocalı soyqırımı zamanı onun səhərsi günü 100 nəfər adamlı könüllü Xocalı arasında, Qaraqayanın altından girmişdi Xocalı ərazisinə və həmin yerdə də, məsələn, Samir Abdunov bir qadını və bir uşağı xilas eləmişdi. Təsəvvür edin, 2005-ci ildə, deməli, 2002-ci ildə, 10 il ondan sonra o insanlar gəldi muzeydə, məni tapdılar. 10 il ondan sonra. Hansı ki, Samir xilas eləmişdi, uşağı da qadını da. Onun indi çəkilişdə şəkili var, uşaq qucağında uşağı kiməsə verir. Samir Abdunov, Zəngşalı kəndindəndir. Və onlar gəldi, məni tapdı, söhbət elədilər ki, oğlan söhbət elədi ki, adı Hümbətidir. Mənim yoldaşım da, uşağımı da 92-ci ildə Xocalıdan, buralardan bir oğlan çıxardı. Mən eşitdim ki, siz o işlə maraqlanırsınız, siz bilirsiniz. Və mən bildim o saat ki, kimdir. Dedim ki, bəli, Samir Abdunovdur. Bilirəm, sizi görüşdürərəm. Dedi, yox, mən bu yoldaşımı da götürəcəm, gələcəm, onlarla bir görüşək. Çünki bizim onlara borcumuz var. O ayaqqabısını çıxardı, mənim yoldaşıma vermişdi. Biz 10 ildir o ayaqqabını saxlayırıq. Həmin o batinkanı, əskər batinkanı. Sonra onu mən qoydum muzeyə, elə ola bilsin, ikinci deyiləm muzeydə. Yəni, onlar mən görüşdürdüm, sonra o çəkilişi çəkdim. Yəni, elə bir unikal kadr alındı ki, uşaq da böyümüşdü. Amma çox təəssüf edirəm ki, həmin uşaq 17 yaşına çatandan sonra buradan ona maşın qurdu öldürdü. İntiqam müəllim, elə bu arada deyim ki, siz bax, o arxivdən danışdınız, çəkilişlərdən. Düzdür, o vaxt video kameranız olmasa da, amma müəyyən özünüz bir arxivsiniz, canlı şahidsiniz. Biz bir daha mən bax bunu yenə də təkrarən deyirəm ki, o dövrdə olan insanların dilindən eşitmək bu iki qat bir tarixdir. Siz o vaxtı hansısa bir olan bir prosesləri, bir şəkillərlə mi, ya bir nəyləsə bir arxivləşdirdiyiniz əlinizdə bir sənət falan varmı, bir material varmı? Bəli, var. Mən birincisi tarix müəllimiyəm, mən mütləq onları qeyd eləməliyim. Mənim gündəliyim var. O gündəlikdə heç kim o gündəliyin tək bir nəfər yaralısına qəyə bilməz ki, bu səhvdir, yoxsa düzdür. Mən özüm gətirdiyim yaralını, çatdığım yaralını Qostanın qəbul aktından siyasını götürürəm, yazıram öz gündəliyimə. Bir məsələn 12 yaralı, 15 yaralı falan. Heç kim, və orada yazılanların hamısına mən məsulam. Adları ilə belə yazmışam. Hardan kim gəldi, yaralı, neçə nəfər Bakıya evakuasiya yapılan. Yəni gündəliyim var, bu bir. İkincisi, müəyyən şəkillərimiz var. Düzdür, mən şəkil çəkdirmək elə meyilli insan olmasam da, amma tarixdə yoldaşlardır, birgə şəkillərimiz var. Şəkillərimiz var. Audio-video material yox. Audio-video materialından 1993-cü ilin, 93-cü ilin əvvəlləri və ortalarına aid olan, məsələn, müəyyən səs yazıları var, bilirsinizmi? Bəzən elə olur ki, işi görməyi açıq şəkildə eləmək mümkün olmur. Əgər sən yaralını çıxardırsansa, onun, məsələn, səsini sən əlində o mikromaqnitofonlardan sən yaza bilməzsən, yəni o mümkün olan şeydir, o vəziyyətdə sən onu xilas edilməzsən. Mən onları xəlbətcə qoydum döktüyümə. Panasonic maqnitofonlar vardı, mikromaqnitofonlar. Və səslərdir, məsələn, qışqırıqlarını qeyd edirdim, ondan sonra və o prosesin hamısını yazırdım. Bəzən atışma prosesini yazırdım, bəzən, məsələn, biz o vaxtı Əhmədavar kəndindən ata-oğul ermənilər dəlixanaya hücum eləyərkən, yəni onlar hücum eləmişlər həmin yerə, erməniləri orada qırıb qaydanda oğlan öz qoyduğu minlə düşmüşdü. Ata-oğul ikisi də döyüşə-döyüşə. O atanı ki, oğlanı gətirəndə ata da gəldi, bizim Qostanın həyatında onun bütün o ah-nalasını mən yazmışam.
başına döyür ki, 3 ildə mən ölmədim, sən öldün. Ata, oğul birgə döyüşürmüşlər. 3 ildə mən ölmədim deyə niyə öldün oğul? Yəni, belə şeylərin müəyyən qismini qeyd eləmişəm. Çünki tarixdir də, heç kim onu silə bilməz. Orada olanları da heç kim əlavə edə bilməz, nə də orada olanları heç kim silə bilməz. Tutulan 2 dənə erməni əsrini danışdırmışıq. Məsələn, orada mənim də səsim var ki, nə üçün bu davanı saldınız, nə üçün bu qırğını törətdiniz, bu sizə belə lazımdır, nə üçün sizə biz pislik eləmişdik. Və orada da indi də əsrdir də, təbii ki, o müəyyən bəhanələr gətirəcək, biz eləmədik, kim elədi, nə tərəfəcək, söhbət ondan getmir. Amma o faktlar ki var, məsələn, çıxartdığım bəzən elə olurdu ki, şəhid olurdu, 7'si birdən çıxartmalı olurduq. Mən Qalasilər tərəfdən 7 dənə şəhidimizi özdə nər kimi olanlar ki, mən çıxartdım, tək çıxartdım. Yəni, onların tamamilə paltarını soyundurmuşdular. Onların boyunda əvvəllər əsgərlər İndi birka yoxdur və cilizi deşirdilər, sap bağlayıb, içinə salafana ünvanlarını yazıb qoyurlar onun içinə. Bunları qırıq götürmüşəm ki, onların bloknotlarını götürmüşəm, məsələn, bloknotlarını götürmüşəm ki, tarixçidir, yadigardır. Eksponat toplamışam qısası, bədənlərdən çıxan qəlpələri götürmüşəm. Bayaq dediyim kimi, məsələn, Vəliyev İlmidarın bədəndən çıxan minamyot qəlpəsi hesab edək ki, az qala bir 150 qrama yaxın minamyot qəlpəsi idi ki, onun sol tərəfdən ürəyin üstündən dəymişdi, onu götürmüşəm. Belə-belə eksponat tarixin, Azərbaycan hərb tarixinin, müharibə tarixinin, 1992-95'lər hərb tarixinin müəyyən bir güşəsini mən yaratmağa nail olmuşam. İstər tarix müəllimi kimi 145 əsgər vermişəm cəbhəyə, öyrədib əlbəyaxa döyüşü, taktiki döyüşü öyrədib vermişəm. Yəni 145 əsgər vermişəm, ondan sonra tarixi eksponat vətən fədailəri güşəsini yaratmışam. Xarici ölkələrlə əlaqə yaradıb, sonra ki, Ukrayna İvan-Frankovsk şəhərində mən Azərbaycanın hərbi tibb idarəsinə 1 milyon dollarlıq su savadanlıq gətirmişəm. Tək başına 28 gün Ukraynada qalıb, pulum qutarıb orada südünə çörəklə dolamışam, süd və çörək gün ərzində. Ondan sonra gündəliyi yazmışam, şagirdlərimlə görüşmüşəm, şagirdlərimlə vətənpərvərlikdə. Təsəvvür edəyəm, mənim 8-ci sinif şagirdlərim bizdə hərbi əməliyyatlar gedəndə bizim qospitalın qabağında qan vermək üçün növbəyə dururdular. Mənim 8-ci sinifin şagirdləri təsəvvür edəyəm, qan verməyə növbəyə dururdular. Həkimlər almırdı ki, sizlər uşaqsınız, amma getmirdilər. Yəni, o vətənpərvərlik coşqusu deyilən, o məfhum 92-ci ildə artıq algılanmışdı. Və mən bir daha qeyd edirəm ki, həmin o coşqunun ikinci o partlayışını biz 2020-ci ildə hərbi əməliyyatların gedişində gördük. Evet, və o da yəni ordumuz bu illər ərzində daha da möhkəmləndi. Yəni istər daxili, istər xarici siyasətimiz yerində oldu. Və qələbəmizlə sonlandı, biz bunu gözləyirdik. Yenə də biz Ali Baş Komandana və o döyüşçülərimizə minnətdarlığımızı bildirdik. Təbii ki, o hüququndan, yaşamaq hüququndan keçmiş o əsgərlərimiz, şəhidlərimiz baş tacımızdır. İlham müəllim, düzdür, bir verilişdə, bir söhbətdə bütün məsələləri biz əhatə edə bilmərik. Sadəcə olaraq biz fikirləşdik ki, heç olmasa az da olsa da, dəryadan bir damla da olsa biz üzbəyiz bir söhbət edək. O həyatı görmüsünüz, o devri görmüsünüz. Yəni bir canlı şahidi kimi sizlə az da olsa söhbət edək. Bu da bir tarixdir. Bütün bu keşməkeşli yollar oldu. İstir o münaqişə devrində biz bir Qarabağın Ağdam bölgəsindən olduğumuza görə bundan danışırıq. Yəni, istər o münaqişə devrində, sonradan münaqişənin müharibəyə çevrilməsi, bir elə şəhidlərimiz, yaralılarımız bu boyda əziyyət oldu. Ağdamın, mən açıq deyim də, əziyyəti çox olur. Bəli. Demək olar ki, o Qarabağ münaqişəsi, müharibəsi Ağdamın sinəsindən keçdi. Bəli. Amma buna baxmayaraq çox təəssüflər olsun ki, Ağdam özü də şəhid oldu. Və siz hansı vaxta qədər hospitalda, yəni hərbi hospitalda fəaliyyətinizi davam elətdirdiniz və sonraki həyatınız və indi nə işlə məşğulsunuz və sonraki həyatınızdan da biraz söhbət eləsək daha yaxşı olur. Deməli, atəşkəs imzalandı.
Atəşkəsdən sonra da bir müddət biz gözlədik, dedik, bəlkə hərbi əməliyyatlar başlar. Çünki mən müəllim edeyim, mən öz işimə qayıtmalıyım. Müdafiə Nazirliyindən gəldilər, 5 nəfərimizi ali təhsil olduğumuza görə hərbi kadrlar çatışmamazlığına görə təklif elədilər. 4 nəfər yoldaş keçdi, mən dedim ki, mən müəlliməm, mən sənətimi sevirəm, mən tarixçiyəm, mən tarix müəlliməm, mən sənətimə qayıdacağam. Yəni, o kadrovi akt seçim. Orada yazdığım tarixi indi burada davam etdirməliyim. Və bir müddət gözlədik, gördük də hərbi əməliyyatlar başlamadı, atəşkəsdi. Orada nəyə qalıyorduk ki, mən orada, yəni biz şəxsən və döyüş üçündə bu məqsəd üçün. Ona görə də komandirlə danışdım ki, mən müəlliməm, indi də döyüş hərbi əməliyyatı yoxdur. Yəni, mən tövfə verəcəyim, indən sonra kömək eləyəcəyim də bir şey bilmirəm, olacaqmı, olmayacaqmı, hətta da vaxt itkisidir də. Tərxis olundum, gəldim, qayıtdım məktəbə, şagirdlərimlə başladım işləməyə. Hesab edin ki, bu bir əsər var, Qılınc və Qələm. İndi da qılınc söyrüldü oldu qələmə. Hərbi əməliyyatlardan danışırkən, məsələn, mən indi Zəfər tarixindən dərs keçərkən, mən Zəfər tarixinin kitabı heç üzümə baxmıram. Mənə nə ehtiyac ki, mənim gördüyümü, kimsə hardansa, oradan kimsə Bakıda oturub, orada bir kitab yazıb. Məsələn, orada xəritəni çəkirlər, Ağdamın işğal olunmamış ərazisinin üstündən xətti qoyublar, Ağdamın Zəngşarı, Mahrizli, Qaradağlı ərazisinin hamısının üstündən xətt qoyub, keçirlər işğal olunmuş ərazilərə. Mən bunu deyə bilmərəm axı. Sözüm onu diyor. İndi yəni, İntiqam müəllim, üzr istəyirəm, qismət olsa bizim bugünkü bu söhbətimiz bu bir canlı bir elə tarix kitabı. Yəni, olan bu söhbəti, yəni, indiki nəsildə, gələcək nəsildə canlı bir tarix kitabı kimi istifadə edib bu verilişə baxmaqla çox şeylərdən xəbərləri olacaq. Bundan sonra daim məktəbdə başladım dərsimə, həm də mən ərəb fars dillərini bildiyimə görə da fikirləşdim ki, müəllimlik mənim yüküm üçün azdır təkcə. Gedib məktəbə qayıtmaq azdır. Götürdüyüm Azərbaycan tarixinə dair ərəb fars dilli mənbələrdən başladım tərcümə eləməyə. 6 dənə kitab tərcümə. 20 il ərzində 2006-cı ildən başladım tərcüməyə, indi 26-cı ildir. 20 il ərzində 7-ci kitabı artıq qutarıram Azərbaycan tarixinə dair. Deməli, türk dil bələdiyələrinin tarixinə nəzər və iri, geniş miqyaslı əsərlər də bunlar. Ustadların əsərləridir. Cavad Eylətin, məşhur Cənubi Azərbaycan həm həkimidir, həm tarixçi, filosofudur. Onun əsəri idi. Sonra Kirişçinin İran türklərinin qədim tarixi kitabı idi. Sonra Şah İsmail kitabı idi, Məhəmməd Əhməd Bənavi Simnaninin. Ondan sonra Şah Abbas kitabı idi. Səfəvi Azərbaycan dövlətinin ömrünü 100 il uzadan bir sərkərdə və padişah. Ondan sonra Qacar, sonuncu kitab, o sonuncudan əvvəlki kitab Yeni Tarix kitabı adlanır və o İkinci Rus-İran müharibəsinin bütün çalarlarının özündə mən o kitabı 4 ilə tərcümə elədim. 4 ilə. O qədər çətin yazılmışdı ki, orta fars dilində idi. Farsı dair, orta fars dilində idi. Mən onu 4 ilə tərcümə elədim, başa gətirdim. İkinci Rus-İran müharibəsinin 1826-28-ci illər bütün çalarları Azərbaycan tarixində, Azərbaycan tarixşünaslığında olmayan məqamlar o kitabda öz əksini tapıb. Son məqamlarına qədər, son çalarlarına qədər. İndi bəzən yazı verirlər, mən baxıram ki, bunlar reallıqdan çox uzaqdır da. Və o İntiqam müəllim, həmən o tərcümə elədiyiniz kitabları harada əldə eləmək Kitablardan qalanı da var, qalmayanı da var. Yəni, məsələn, Qacardan qalıbdır, Şah Abbasdan qalıbdır. Amma əvvəl tərcümə elədiklərindən qalmayıbdır. Onların hərəsindən 20 dənəsini təmənnasız olaraq Azərbaycan Milli Elmlər Akademiyasına bağışlamışam. Öz xərcimlə çap elətdirmişim. Yəqin ki, bir Azərbaycanın bir vətənsevər bir oğlu çıxar o kitabın yenidən nəşr olunmasında, onu yenidən bir nəşr olunar, çap olunar və daha əgər istəyərlərsə, yəni bu da bir tarixi, elə bir gələcəkdə istifadə olunmaq üçün. Bəli, və yenə də deyirəm, onların hamısı Azərbaycan tarixinə dair qiymətli əsərlərdir. O, mən birbaşa ixtisasıma aid olan məqamlardır. Çünki mən dərs prosesində dərsliklə mən qətiyyən kifayət. Mən demək olar ki, dərslik heç ilə varaqlamır. Çünki orada nə var, onu mən əzbər bilirəm, mənə lazım deyil. Mən əgər şagirdlərə dərs prosesində əlavə məlumat verə bilməyəcəmsə, kontekstdən kənara çıxıb əlavə öz tarixi barəsində məlumat verə bilməyəcəmsə, mən tarix müəllimi onda deyiləm.
Bunların hamısı barəsində mən məlumat verirəm. Tərcümə elədiyim məqamlar barəsində məlumat verirəm. Məsələn, bəy adını çəkdim. Yeni tarix kitabıdır. Böyük, nətər deyim, diapazonlu bu kitabdır. Mən onu 4 ilə tərcümə elədim. Dili ağır, çox ağırdır. Hədsiz dərəcədə ağır dili vardı orta fars dilində. Və onu oxuyandan sonra 2-ci Rus-İran müharibəsi barəsində heç bir kitaba baxmaq lazımdır. Yəni, orada elə bir məqam yoxdur ki, ondan kənara çıxır. Və indi əlimdə olan və qutarmağa hazırlaşdığım kitab Təbrizin tarixidir. Təbrizin tarixi Azərbaycan, bizim Azərbaycanda, Şimali Azərbaycanda işlənməyib. O kitab yeganə kitabdır ki, məsələn, mən onu götürdüm, tapdım, əldə elədim və onu fars dilindən, Azərbaycan dilindən, ərəb fars dilindən qarışıq gedir ikisi. Azərbaycan da tərcümə eləmişəm. Unikal bir, gözəl abidədir. Ən gözəl bir abidədir o bizim tarixşünaslıq üçün. Orada təkcə Təbrizdən söhbət getmir, orada Təbrizin gördüyü məqamlardan təsəvvür edin. 9-cu, 10-cu əsrdən etibarən Təbrizin gördüyü məqamlar və Vadilər dövlətindən, ondan sonra Monqollardan, Səlcuqların axınından, yəni bunların hamısı bizim şahid olduğumuz kimi Təbriz də şahid olur. Təbriz bunların hamısını qoynunda bəsləyir, qoynunda gördüklərinə şahid olur. Təbrizin tarixini, məsələn, Təbrizin Göy məscidinin yerində aparılan qazıntılar, orada qəbirstanlığa aşkar edirlər, 3000 eramızdan əvvəl, 3-cü minliyə aid, orada qəbir aşkar olundu və s. Yəni, bütün o biz gördüyümüz Ağqoyunlu, Qaraqoyunlu, Ağqoyunlu dövləti, Cəlalilər dövləti, Hülakilər dövləti, ondan sonra Səfəvilər dövləti, ondan sonra Nadir Şah imperiyası, bunların hamısının Təbriz də bizim kimi elə canlı abidəsidir. Və bunun tarixindən bəhs edir həmin kitab. Unikal, gözəl kitabdır. Qismət olsa, iyunda təhvil verəcəm, çapın təhvil verəcəm, qoy oxucular istifadə eləsinlər. Elə başa düşürəm, bu mənim sonuncu hədiyyəmdir, tarix müəllimi kimi. Bilirsiniz, bax, intiqam müəllimsiniz, tarix müəllimsiniz. Tarixi yazıb tarixləşdirmək lazımdır. Mən bəlkə də səhv eləyirəm. Mən düşünürəm ki, bizim yazılı tariximiz biraz azdır. Bəli. Amma biz, bax, bu günlərin biz bir söhbət elədik. Bir səmimi o Qarabağ münaqişəsindən, müharibə devrindən, haradasa sizin olduğunuz o devrə qədər müəyyən bir məsələlərə toxuna bildik. Az da olsun. Bu da bir yazılı tariximiz. Bəli. Mən istərdim ki, müəyyən bir məsələlərə toxunduq, bildiyimizdən, yadımıza düşəndən bir səmimi bir tarixi bir söhbətimiz elədik. Ola bilər ki, ürəyinizdən keçən nəyəsə toxunmadığınız və yaxud da ki, mənim toxunmadığım bir başqa bir məsələ var. Ürəyinizdən keçən başqa bir sözünüz varmı? Nəyəsə demək istəyirsiniz? Mən bir məqama toxunum. Məsələnin hamısı hərrəndə gəldi, yəni elmin üzərində, tarixin üzərində cəmləşdi. Mənim bir dostum vardı, həm müharibə dövrünün dostuydu, həm də son vaxtlara qədər əlaqə saxlayırdıq. Onun Naxçıvandandır, Həsən Sədrli. Müharibə dövründə Azərbaycan Hərbi Kəşfiyyat İdarəsinin məsul şəxslərindən biri olmuşdu. Ərəb fars dilini bilirdi, özü də tədqiqata meyilli sandı. Onunla bir dəfə danışdı, o tərpis olunandan sonra getdi Naxçıvan ərazisində arxeoloji abidələrin, bir də runik yazı, qədim türk dilli yazıların araşdırılmasına başladı. Məsləhətləşirdik, ondan sonra da fikir mübadiləsi edirdik. Ona dedi ki, müəllim, nə vaxta qədər biz məsələn, Homerin yazılarından, İbn Ələsirin yazılarından mənbə kimi istifadə edəcəyik. Ondan sonra Herodotun yazılarından mənbə kimi istifadə. Bəs bizdən nə vaxt mənbə kimi istifadə edəcəklər? Bəs biz də heç olmasa əldə etdiklərimizi yazaq, qoy gələcək nəsillər Herodotu Yunanistanda axtarmasınlar. İbn Ələsiri ərəblərdə axtarmasınlar. Bizim özümüzdən, öz mənbələrimiz kimi istifadə eləsinlər. Çünki biz bunu görürük, biz bunu araşdırırıq, biz bunu yazırıq. Və şəkili orada, məlumatı orada, yəni onun hamısının instruksiyası onun içində gedir. Ona görə də qoy biz bunları işləyək, qoy gələcək bizim Azərbaycan nəsilləri, gələcək nəsilimiz bizdən, bizim özümüzdən mənbə kimi istifadə edəsinlər. Müəllim, elə sizə də mən də bir can sağlıq arzulayıram. Allah sizə ömür versin. Yəni bu yaradıcılıq işlərinizdə, bu tarixi məsələlərdə yazıb yaradasınız, tariximizi zənginləşdirəsiniz. Və nəhayət hər işin başlanğıcı var, sonu var. Belə düşünürəm ki, biz bu çəkilişimizin axır sonlarına gəlib çatırıq. Mən istərdim ki, elə buradan həm siz, həm mən bir formada bir müraciət edək. O hərbi hospitalda olan elə Ali həkim başda olmaqla
o bu gün həyatda olan o həkimlərimizə, o personala, dünyasını dəyişmişlərə Allah rəhmət eləsin. Bir görüşünüzü təşkil eləyəsiniz. Yəni əlaqə, yəqin ki, müəyyənlərinlə əlaqəniz var və bizi bu efirdən eşidən həmən sizin o hərbi hospitalın personalı, yəni bizim bu təklif edib yollara ki, bir görüş təşkil eləsinlər. Və mən də elə o görüşdə iştirak edərəm. O devirlərdə olduğu kimi yenidən onlara bir çəkiliş olunar, bir tarix, bir yaratmaq olar. Necə baxırsınız bu məsələyə? Çox gözəl fikirdir, çox gözəl təklifdir. Qarşıdan bizim hospitalın yaradılma günü gəlir, doğum günü gəlir də, belə desək, 17 fevral. Mən də müraciət edirəm. Çünki, məsələn, mən çöl adamıydım, belə desək, amma o personal ki var, tibbi personal. Baxmayaraq ki, biz hamımız bildik, onlar içəridə işləyirlər. Yəni mən o operasyon zallara, mənim ora xodum girişim yox idi, onlar içəridə işləyirlər. Biz ancaq çölü və yaralıların gətirilməsini, evakuasiyasını təmin edirik. Müraciət edirəm. Onların həqiqətən vətən qarşısında xidmətləri böyükdür. O insanların, adam bir qədər, nətər deyim, unudulmaq bir şeydir. İnsan öləndə ölmür, insan unudulanda ölür. İnsan o vaxt ölür ki, o artıq unudulur. Onun barəsində xırda bir məsələ məqamı qeyd edeyim. Mehdiçenzadəni hamımız tanıyırıq. Azərbaycanın əfsanəvi kəşfiyyatçısıdır. Sovet-Alman müharibəsində, İtaliyada, Yugoslaviyada iştirak edib. Eyni zamanda onunla bərabər Mirdamət Seyidov da bütün əməliyyatlarda onunla iştirak eləmişdi. Mehdiçenzadəyə Sovet İttifaqı qəhrəmanı verirlər. Onun adı kino çəkdilər. Adı hər yerə getdi, heykələ kullanır. Mirdamət Seyidovun adını çəkmədilər. Mən onun danışına bir dəfə qulaqsım, çox pis oldum. Mən ona görə deyirəm ki, unudulmaq bir şeydir. Mirdamət deyir ki, nətər olur? Mehdinin son ana qədər böyründə mən olmuşam, heç kim bir dəfə mənim adımı çəkmədi, heç kim bir dəfə məndən heç nə soruşmadı ki, sən nələr görmüsən? Ona görə də insan ölərkən ölmür, şəhid olarkən o şəhid olmur, insan unudularkən o ölür. Mən istəməzdim onlar unudulsun, istəyərdim, məsələn, mən də müraciət edirəm ki, toplaşalım, növbəti il dönümü gəlir, lap Xankəndinə toplaşaq, Ağdam ərazisinə toplaşaq, ondan sonra bizim elə məkanımıza, doğma məkanımıza, hərbi hospitala toplaşaq. Məkanın və tarixin fərqi yoxdur, əsas odur, mən bir daha da İntiqam müəllim, Ali doktoru mən şəxsən tanıyıram və elə buradan efir vasitəsilə, bilavəslə yenə də Ali doktora mən müraciət edirəm ki, və o bizim bax bu təşəbbüsümüzü dəstəkləsin və bunu təşkil eləsin. Çünki Ali doktor bu həkimlikdən başqa ictimai fəaliyyəti də çox yüksəkdir və inanıram ki, o bunu təşkil edəcək və sizin bu hospitalın bu gün həyatda olanların indi kimlərisə mümkün olarsa bir araya toplayıb bir görüşünüz olar. Bu mənim şəxsən bir arzumdur və istəyərəm ki, bu hospitalın o şərəfli keçdiyi yolu yenidən bir də xatırlansın və bir görüşünüz olsun. Və sizə də mən təşəkkür edirəm, çünki siz bizim bugünkü günün dostu deyilsiniz, bugünkü gün yoldaşı deyilsiniz. Heç mən, məsələn, sizin çəkilişlərinizdən müharibədən sonraki vaxtlarda tanış olmuşdum. Çünki, yenə də deyirəm də, yəni biz o məqam deyil ki, hamı tanıyır ki, o kimdir, bu kimdir, amma siz bizim hər tariximizi yaratdınız. Primitiv kamera ilə, Panasonic'də o vaxtda nə idi ki, Panasonic kameralarını, onu yaratdınız, onu itməyə qoymadınız, batmağa qoymadınız, o yaralıların çəkdiniz. Hətta mən o dövrlərdə həvəskar olmuşam, peşəkar olmamışam, düzü sonradan. Yəni o yerə ki, getmək mümkün deyil ki, siz ora getmişsiniz və biz bunun şahidi olmuşuq. O yerdəki çəkilişlər həyat üçün təhlükəlidir, siz bunu eləmişsiniz. Mən ona görə deyirəm ki, heç kim canı barəsində fikirləşmir, vətənpərvərlik işi coşqunudur, hamı da coşqunudur. Yəni bizim bölgə, hər Azərbaycanın bütün o fanatik insanları belə də, vətən uğrunda fanatik insanları hamısı gəlmişdi və bircə biz mübarizə qalxmışdıq. Bu zarafat söhbət deyildi, erməni zəif qüvvə deyildi. Erməni hansı dövlətinlə mübarizə edirsə o dövlətin kürəyini qoyur yerə. Çünki onlarda, məsələn, tarixdə biz bunu bilirik, onlar görünməmiş birlik yaradırlar o saat. Bütün dünya erməniləri birləşirlər. Eləcə də gəldiniz, kömək elədiniz, çəkilişləri apardınız, olmayan şeylərin hamısını lentə köçürdünüz, o artıq gələcək nəsil üçün canlı tarixdir. Və mən istəməzdim ki, həmin insanlar unudular. 1992-95-ci illərin vətənpərvərləri, döyüşçüləri, şəhid olanları, yaralı olanları, qazi olanları istəməzdim unudular. Çünki unudularkən insan ölür. Təlifinizə də qoşuluram, sizə təşəkkür edirəm, əziyyət çəkmişsiniz. Yəni bu mövzuya qayıtmaqda
Elə bir ki, həmin vətənpərvərliyi özünüzdə bir daha coşdurmuşsunuz. Çox sağ olun, minnətdarım. Mən də sizə təşəkkür edirəm, dəyər verdiyinizə görə. Mənim həmişə bir şüarım var. Azərbaycanın o müstəqilliyi, ərazi bütövlüyü, onun suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məqamı uca olsun. Onlar yerindən, yurdundan asılı olmayaraq Azərbaycanın hansı bölgəsindəndir, onlar Azərbaycan naminə istər yaxın tariximizdən danışırıq. 88-ci ildən 2023-cü ilə qədər onlar birgə oldular. Bizim şəhidin fərqi yoxdur. Fərq onun ilində ola bilər. Qazimizin fərqi yoxdur, onun ilində fərq ola bilər. Bizim Azərbaycanımızın bir dövlətimiz var, bir vətənimiz var. Allah hər bir kəsə can sağlığı versin. Mən sizə də təşəkkür edirəm, vaxt ayırdınız. Mən bu arada bizim operatorumuz Elnur müəllimə mən Arxiv TV adından və öz adımdan öz təşəkkürümü bildirirəm ki, o həmişə Arxiv TV-nin yanında olur. Xüsusi vurğulayım ki, təmənnasız olaraq bizə öz çəkilişləri ilə dəstək olur və bu çəkilişin də açığını deyim ki, baş tutmasında o da cari dildən iştirak edir ki, bu yəni İntiqam müəllimdən bu çəkiliş baş tutsun. Mən Elnur müəllimə bir daha öz təşəkkürümü bildirirəm. Sizə də təşəkkürümü bildirirəm ki, vaxt ayırdınız və Allahın izni ilə inşallah o sizin hərbi qospitalın görüşü baş tutar, orada görüşərik. Sağ olun, Allaha əmanət olun. Çox sağ olun. Sağ olun.